İmam Həsənin ordusu kimlərdən ibarət idi? Onun ordusunda hansı dəstələr mövcud idi və nə səbəb olmuşdu ki, onun dəstəsindən kimsə onu yaralasın? Mövzuya keçməmişdən qabaq qeyd eləyim ki, sözüm burdan bəzilərinədir. Bəzən olur ki, kimlərsə videoma axıracan baxır və axırda gəlib rəylərdə yazır ki, bu ərəbin tarixi bizim nəyimizə lazımdır. Yəni bir ironiya ilə, məsxərə ilə, yəni etiraz olaraq bunu deyirlər. Qeyd edeyim ki, mən artıq bu videomda mövzunun nədən gedəcəyini dedim. Həmin insanlar varsa bu dəqiqə bu videoma baxan, indidən bağlayıb çıxıb gedə bilərlər. Yəni məcbur deyillər bu videoya baxmağa və o cür rəylər də yazanda bir əvvəlcə başqa rəyləri oxusunlar və rəylərdə nə qədər insanların təşəkkür etdiyini, sağ ol dediyini görsünlər və görsünlər ki, sosial şəbəkələr ancaq onlardan ibarət deyil və başqaları da var. Əgər onların heç nəyinə lazım deyilsə bu videolar, amma başqalarına lazımdır, başqaları baxır. Bəli, mətləbə keçməli olsaq, birinci növbədə İmam Həsənin ordusu müxtəlif dəstələrdən ibarət olduğunu deyə bilərik. Əlbəttə ki, biraz əvvəldən başlasaq mövzuya, Həzrət Əlidən sonra İmam Həsən ağa Kufədə minbərə çıxır və orada atasının şəhid olduğunu və artıq nə etməli olduqlarını, yəni xalqa buraxır bir növ və xalqın da içindən Qeys ibn Səd və başqaları onun kimlər biz sənə beyyət edirik dedilər. Onlar əsasən qəbilə böyükləri kimi, yəni öndə idilər və cəmaət də onlara görə, yəni beyyət elədilər. Amma məsələ burasındadır ki, İmam Həsənin ordusu ancaq onun kimi, Qeys ibn Səd kimi İmam Həsənin tərəfdarlarından ibarət deyildi. İlk dəstə şiələr idi əlbəttə. İmam Həsənin ətrafında şiələr var idi. Amma şiələr də ancaq bir tərəfli, yəni bu gün bizim etiqad bəslədiyimiz kimi hamı Cəfəri məzhəbi dediyimiz, yəni bu məzhəbdə olan şiələr kimi deyildi. O vaxtın tarixi, siyasi, ictimai vəziyyətinə baxanda biz görürük ki, həmin vaxt şiələr daha çox ümumi olaraq Haşimi tayfasından olan insanların şiələri, yəni tərəfdarları idilər. Haşimlərdən kim olur olsun bir qiyam qaldırarsa, bir hörmətli şəxssə onun ətrafında toplanırdılar. İkinci dəstə Xavarici idi. Xavarici bilirsiniz, İmam Əlinin zamanında, xilafəti zamanında Siffin müharibəsində Həzrət Əli məcburiyyətdən həkəmiyyətə getdiyinə görə, yəni bir növ iki tərəf arasında özlərinin təşkil etdiyi məhkəmə, həkəmiyyət yəni bu. Həmin o hadisədə artıq bir dəstə çıxıb Həzrət Əliyə kafir olduqlarını dedi və tövbə etməli olduğunu qeyd elədilər və bir siyasi qrup olaraq, bir cərəyan olaraq Həzrət Əlinin dəstəsindən ayrılıb özləri bir dəstə oldular və hətta ona da qarşı oldular, Muaviyyəyə də qarşı, hər kəsə qarşı oldular, belə deyək. Əlbəttə ki, onların ən böyük zərbələri Nəhrəvan müharibəsində Həzrət Əli onlara qalib gəldi sonradan 3-cü müharibəsində. Yəni Həzrət Əli öz xilafəti dövründə 3-cü müharibəsi, Nəhrəvan müharibəsində Xavaricə qalib gəldi, lakin onlardan bəziləri qalmışdılar və Həzrət Əlidən sonra eşidəndə ki, İmam Həsən xəlifə oldu və Muaviyyə ilə döyüşmək fikri var. Onlar Muaviyyəyə də nifrət etdiklərinə görə Həzrət Həsənin tərəfində durdular bir növ. Yəni Həzrət Həsənin tərəfdarı deyildilər xavaricilər. Amma Muaviyyə ilə döyüşəcəyini eşidib onun tərəfində durdular. Yəni düşmənimin düşməni dostumdur. Bir növ belə bir şey. Üçüncü dəstə isə İmam Həsənin qoşununda qənimət arxasınca gələn tamahkarlar idi bir növ və Kufəlilər idilər çoxluq etibarilə. Bu dəstə Həzrət Əlinin xilafətindən qabaq, yəni əvvəlki 3 xəlifənin dövründə Kufəyə gəlmiş ərəblər idilər və həmin o torpaqlar ki, İslam torpaqları coğrafiyası böyüdükcə əsasən qənimətlər Kufə, Bəsrə bu kimi İraq şəhərlərinə gəlirdi. Məsələn, Kufə şəhərindən idarə olunurdu Xorasana qədər olan torpaqlar, Qafqaz ərazisi, hamısı oradan idarə olunurdu və həmin o ərazilərdən, coğrafiyalardan gələn qənimətlər də Kufədə, Bəsrədə, bu torpaqlarda, bu şəhərlərdə bölünürdü və bunlar öyrəşmişdilər qənimətə. Yəni bir növ nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım adamlar idilər. Və belə bir adamların, belə bir dəstənin döyüşmək kimi, yəni bir ideologiyası yox, bir ideologiyaya görə gəlməyiblər. Xavaric belə bir ideologiyaya görə gəlmişdi. Özünün bir düşüncəsi var idi, bir siyasi düşüncəsi var idi ki, hə mən Muaviyyəyə düşmənəm, mən nə bilim buna düşmənəm, ona düşmənəm. Bunun belə bir ideologiyası var. Bu tamahkarların, bu qənimət dalınca gələnlərin bir ideologiyası yox idi. Və üstəlik Həzrət Əlinin zamanında ki, İslam coğrafiyası böyümədi, daha fəthləri olmadı.
və bu adamlar daxili müharibələrdən biraz da narahat oldular. Yəni bizim burada əldə etdiyimiz nə var? Yəni belə baxdılar məsələyə və buna görə bezmişdilər artıq. Xoşlarına gəlmirdi ki, yenə də indi də İmam Həsənin yanında, yəni yer alalar və döyüşələr. Üstəlik bunu da qeyd edeyim ki, yəni qənimət dalınca gələn insanlar bir ideologiyaları olmadığı üçün, belə deyək də, biri var ac olasan, qarnın üçün döyüşəsən. Yəni artıq döyüşməsən öləcəksən, acından öləcəksən. Yəni sən onda vəhşi kimi döyüşəcəksən ki, da ölüm dirim məsələsidir. Amma qənimət dalınca gələn adam, yəni bunun qarnı toxdur. Belə bədəbəddə pis vəziyyətdə deyəcək, cəhənnəm olsun qənimətdə istəmirəm heç nə. Mən qayıtdım, döyüşmürəm. Yəni bir ideologiyası yoxdur və həyati bir məsələ kimi də görmür bu məsələni. Bunu da qeyd edeyim ki, İraq torpaqları, yəni İraq ərazisi Hicaz ərazisindən daha varlı, daha zəngin idi. Yəni dediyim kimi, hələ Həzrət Əli paytaxtı Kufəyə köçürməmişdən qabaq Zübeyir ibn Əvvamla Təlhə ibn Ubeydullah ki, biri Bəsrə, biri Kufə şəhərini istəyirdi ondan və o da vermədi. Abdullah ibn Abbas deyəndə ki, Həzrət Əliyə niyə vermədin? Dedi ki, mən bunlar hərəsi gedib biri Bəsrədə, biri Kufədə vali olsalar və sonra oranın zənginliyi ilə, ora gələn qənimətlərlə, əldə etdikləri qənimətlərlə mənə qarşı qalxsalar, mən Hicazın iqtisadi vəziyyəti ilə onların qarşısında dura bilmərəm. Yəni buradan da görünür ki, İraq torpaqları, Kufəyə, Bəsrəyə gələn mallar, qənimətlər Hicazdan qat-qat çox idi. Dediyim kimi 3-cü dəstə də həmin bu qənimət həvəsində olan, yenə də həmişə qənimət istəyən həmin o tamahkarlar idi. 4-cü dəstə isə şübhə içində olan adamlar, insanlar idilər. Bir dəstə var idi ki, adi insanlar idilər. Amma şübhə içində idilər. Kim haqdır, kim batildir, bilmirdilər. Onun bunun ağzına baxanlar idilər. Yəni görək o nə deyəcək, görək bu nə deyəcək. Yəni özlərinin bir fikri olmayan, özlərinin bir düşüncəsi olmayan, siyasi analizi olmayan adi cəmaət belə deyək. 5-ci dəstə isə İmam Həsənin qoşununda olan insanlar bunlar idi ki, öz Allahın fərmanlarına belə diqqət eləməzlər. Onlar üçün Allahın qanunlarından belə öndə gələn öz qəbilələrinin şeyxlərinin sözləri idi. Yəni qəbilə rəhbəri nə dedisə, onun sözüdür əsas. Yəni əslində müsəlman da olsalar bir qəbilə təəssübkeşliyi çəkən cahil ərəblərin adətini hələ də özlərində saxlayırdılar. Odur ki, İmam Həsənin ordusu bu 5 dəstədən ibarət idi və qeyd etmək lazımdır ki, qat-qat Muaviyyənin ordusundan az idilər, həm də şübhə içində və bu cür dəstələr idilər. Buna görə İmam Həsən məcbur olub daha çox ordu toplamaq üçün başqa bir məntəqələrə çıxmağa qərar verdi və həmin vaxt eşitdi ki, Muaviyyə bir dəstəni Mədainə qarət üçün göndərib. Buna görə öz ətrafında olan insanları topladı və bir dəstə ordu topladı və Mədainə tərəf getməyə yol aldı. Həm həmin o qarət etməyə çalışan dəstənin qarşısını kəssin, həm də bir dəstə toplaya bilsin, daha çox adam toplaya bilsin döyüşmək üçün. Amma həmin vaxt nə baş verdi? Fikirləşdi ki, Muaviyyə ola bilər, belə deyək də, sağ göstərib sol vursun. Buna görə Ubeydullah ibn Abbası ki, atasının əmisi oğlu idi, Abbas ibn Əbdülmütəllibin oğlu idi. Onu qoşuna rəhbər təyin edib, yəni bir dəstə qoşuna rəhbər təyin edib, məskən ərazisinə göndərdi və orada düşərgə qurub, hərbi düşərgə qurub onu gözləməsini istədi. Özü isə az bir dəstə ilə gəlib Mədain yaxınlığında bir düşərgə saldı və Muaviyyə eşitdi ki, Mədain yaxınlığında düşərgə salıb 2 adam göndərdi və nə lazım olduğunu başa saldı onlara. Həmin 2 nəfər gəldilər, İmam Həsənin çadırına girdilər və bir xeyli söhbət elədilər, amma nə illah elədilərsə, Muaviyyənin başa saldığı kimi İmam Həsəni sülhə məcbur edə bilmədilər. Yəni nə qədər danışdılarsa, nə qədər ona xoş təkliflər etdilərsə, yəni nə qədər hiylə gəlmək istədilərsə, İmam Həsən bütün məsələlərdə yox ki, yox, yəni sülh etməyəcəm dedi. Bunlar da qalxdılar ayağa, çıxdılar çadırdan və onlardan biri həmin çadır ətrafda olan düşərgədə olan əsgərləri ordu, qəbilə böyükləri, müxtəlif adamlar qayıtdı, dedi ki, biri Allah peyğəmbər övladının vasitəsilə müharibə atəşini söndürdü. Həsən ibn Əli sülhü qəbul etdi və beləliklə də müsəlmanların qanının axmasının qarşısını aldı. Bunu eşidən İmam Həsənin ordusundakı insanlar, əsasən də xavaricdən olanlar hücum çəkdilər. Yəni heç araşdırmadan, bu doğrudur, səhvdir, yanlışdır, düzdür, heç bir şeyi araşdırmadan birbaşa İmam Həsənin çadırına hücum çəkdilər və həmin vaxt artıq İmam Həsən bu yanına gələn 2 qonağı yola salıb namaza durmuşdu.
və onu düz namazda olduğu halda ona hücum elədilər. Ayağının altındakı səccadəni belə çəkib çıxartdılar, götürdülər qənimət olaraq. Yəni çadırını qarət eləyirlər İmam Həsənin. Çiynindəki əbanı belə dartıb götürdülər və xavaricdən biri qayıdıb dedi ki, sən də aton kimi kafir olmusan və bunu eşidən o birilərdən biri də onun üzərinə hücum eləyib qılıncla ayağından zərbə endirdi. Zərbə o qədər güclü alınmışdı ki, düz sümüyünə qədər işləmişdi. Bundan sonra yaralı olan İmam Həsən ağa öz kiçik bir dəstə ilə Savat şəhərinin əmirinin evinə ora qalmağa, yəni pənah apardı ki, orada müalicə alsın. Və bir müddət həqiqətən də orada qalıb müalicə olundu. Beləliklə, əzizlərim, bu hadisələr İmam Həsən ağanın həyatından olan siyasi hadisələr idi. Amma bu siyasi tarixi hadisələrdən götürə biləcəyimiz ən böyük dərs bilirsiniz nədir? O şeydir ki, insan bir şeyi araşdırmadan qərar verməli deyil. Çünki burada hər iki tərəf zərər gördü. Həm zərbə endirən tərəf zərər gördü, çünki bilmədən bir insanın haqqına girmiş oldular. Həmçinin bu məsələdə heç bir günahı olmayan bir insan yaralandı və o da bu məsələdən zərər gördü. Necə ki, Allah Taala Qurani-Kərimin Hucurət surəsinin 6-cı ayəsində buyurur ki, ey müsəlmanlar, ey möminlər, əgər sizə bir fasiq insan xəbər gətirsə, onu mütləq araşdırın, yoxsa naagahlıqdan, bilməməzlikdən hansısa bir dəstəyə zərər vurmuş olarsınız. Bəli, video xoşunuza gəldisə, bir təşəkkürünüzü alaram rəylərdə. Yox, xoşunuza gəlmədisə, onu da yaza bilərsiniz rəylərdə ki, xoşumuza gəlmədi.